Mən əsləhə ma beynəhu və beynəllah. Çox gözəl hədisdir, adama ləzzət eləyir. Deyir, hər kəs özündən Allahın arasını düzəldə. Bir işlər görə ki, Allah bundan razı ola. Bir işlər görə ki, Allah bunu sevə. Elə ki, bu işi gördü, əsləhəllah ma beynəhu və beynənnas. Deyir ki, Allah borçlu qalmaz. Allah da onunla cəmaatın arasını düzəldər. Elə iş görər ki, cəmaat da onu sevər. Elə iş görər ki, cəmaat da onu dinləyər. Elə iş görər ki, cəmaat onu barmaqla göstərər. Və mən əsləhə əmrə axirətihi. Hər kəs axirət işini düzəldə. Çalışa ki, axirətinə lazım olan işlər öz yerində olsun. Məsələn, namazı da öz yerində olsun. Orucu da öz yerində olsun. Xumus zəkatı da öz yerində olsun. Duası da öz yerində olsun. Yəni, qaçırtmasın. Qurban verməsin başqa şeyə. Axirət işlərini başqa şeyə qurban verməsin. Deyir, belə bir adam olsa, əsləhəllahu ləhu əmrəd dünyahu. Deyir, Allah elə iş görər ki, onun dünya işləri özü özünlüyündə öz yerini tapar. Ruzisi olar bərəkətli. Canı olar sağlam. Sevgisi olar sədaqətli. Sevəni olar daha çox.